Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Baxırıq ki, bizə iki cədvəl verilir və cədvəlimizin birində MNK ilə MNK-ların cəmi, yəni M ilə K-nın cəminin 10-a bərabər olduğunu, digərində isə yenə NMK və MNK-dır, amma bu dəfə plus yox, vurma işarəsidir. Yəni M ilə M-in hasilinin N-in kubuna, N ilə N-in hasilinin isə K üstü 4-ə bərabər olduğunu deyir və bizdən N-in neçəyə bərabər olduğunu soruşur. İlk öncə bizə verilənləri yazaq. M ilə K-nın cəmi 10-a bərabərdir. M plus K bərabərdir 10-a. Buradan isə M ilə M-in hasili N-in kubuna. M vurulmuş M bərabərdir N vurulmuş N vurulmuş N-ə. Bir də N ilə N-in hasili isə N vurulmuş N bərabərdir K üssü 4-ə. Yəni K vurulmuş K vurulmuş K vurulmuş K. Biz tənliklərimizə baxaq. Diqqətlə baxsaq görərik ki, N ilə N-in hasili K vur K vur K vur K-ya bərabərdir. Buna bir misal göstərək. Məsəl üçün, rəqəmlər üzərində qeyd edək. 16 vurulmuş 16 bərabərdir 4 vurulmuş 4 vurulmuş 4 vurulmuş 4. Bunu biz N vur N bərabər K vur K vur K vur K-ya misal kimi göstərə bilərik. Və buradan 16-da bərabərdir. Yəni 1 N bərabər olur. 4 vur 4-ə, 16 4 vur 4-ə bərabər olur. Yəni N də bərabər olur K vur K-ya. Yəni 1 N bərabər olacaq K vur K-ya. 2 N-in hasili 4 K-ya hasilinə bərabər idi. 1 N-in də bərabər olur 2 K-nın hasilinə. Və biz bunu N vur M-də yazırıq. N-in yerinə, 1 N-in yerinə K vur K yazacaq. Deməli, M vurulmuş M bərabərdir 1 M-in yerinə K vur K, 3 dənə də N-miz var. İkinci N-in yerinə yenə K vur K və üçüncü N-in yerinə də K vur K yazırıq. Deməli, M vur M bərabər olur 6 dənə K-nın bir-birinə hasilinə. Və biz də burada rəqəmlə misal göstərmişdik ki, 16 vur 16 bərabərdir 4 dənə 4-ün hasili. Yəni 1 16 bərabər olur 2 dənə 4-ün hasilinə. Bunun yarısı bunların da yarısının hasilinə bərabərdir. Burada isə baxırıq ki, 2 M-in hasili 6 dənə K-nın hasilinə bərabər. Deməli, 1 M bərabər olacaq 3 dənə K-nın hasilinə. 1 M 3 K-nın hasilinə bərabər olacaq. Və yazırıq M bərabərdir K vurulmuş K vurulmuş K. Və bir də bilirik ki, M plus K bərabərdir 10. Diqqətlə baxsaq, M ilə K-nın cəmi 10 edir. Deməli, bu 10-dan kiçik ədədlərdir. Və bilirik ki, bir də M bərabərdir 3 dənə K-nın hasilinə. Deməli, burada M 8-dir və K da 2-dir ki, 3 dənə 2-nin hasili 8 edir və 2 ilə də 8-in cəmi 10 edir. Bu aydın görünür. Və biz buradan M ilə K-ların qiymətlərini tapmış olduq. Deməli, M bərabərdir 8, K bərabərdir 2. N-i tapmaq üçün isə biz burada
n-lə n-in hasili, yəni n-in kvadratı bərabərdir 4 dənə k-nın hasilinə. K-mız da 2-dir. 2 vur 2 vur 2 vur 2, 4 dəfə 2-nin hasili bir-birinə 16 edir. Buradan da n bərabərdir 4-ə. Və A variantı bizim düzgün cavab oldu. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezcə cavablandıracağam. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.